Axşamınız xeyir müəllim. Bağışlayın. Sizlərə bütün qediriyət söhbət ediyorsunuz. Maraqlı. Bana bir sual vermək istəyirəm sizə. Aşbazların olsa bir yemək paylaşmışlar. Ümumiyyətlə ya bir izləyicilər sizdən yemək hesabıdır. Nə nəticə əldə edirsiniz? Mən bütün səhvlərdən birincisi açılayım sana. Yəni mən əgər o səhvdirsə, mən ona fikir edirəm, boyunca. Amma mən o səhvləri səhvlərin birini deyə bilərsiniz. Axın Tövratda son səhvdir, yemək səhvdir. yadıma gəlmir. Uzun müddət. Yadıma gəlmir. Bəlkə də mən məsələdə mənə deməyimlər. Amma ola bilər ki, səhvsiz insan yoxdur və səhvsiz şey mümkün deyil ki, harca bir səhv olmasın. Mənim yadıma gəlmir. Bəs pişirən zaman demişsiniz ki, bu yeməyi məndə yaxşı pişirən olmaz. Ola bilir. Ola bilir. Yox, onu demək. Bəncə olar ki, hansı bir aş olsun, olması olsun, yedi yeməklərdən olsun, fərq etməz. Çünki onun səbəbi var deməkdir. Çünki elə bir şef olar, elə bir aşbaz olar və elə bir aşbaz köməkçisi olar ki, sırf o aşbaz köməkçisi var, bunu da vurğulayıram. Elə bir yerdə, elə bir məsələ, bir şefin yanında işləyər və gələr elə bir yerdə, elə bir şey adamın qabağına qoyar. Adam qalar çıxılmaz vəziyyətdə ki, bunu elədi, bu adam bunu elədi. Bəs aşbazların eqosundan nə deyə bilərsiniz? Aşbazların trend olub ki, hamı deyir ki, bu yeməyi məndən yaxşı pişirən olmaz. Yəni, çox çıxır videolar qabağına ki, bu yeməyin özəli mənə, yağlısı mənə, yalandır. Mən şəxsində bir şey deyə bilərəm. İnsan qədər sadə olsun. Bundan başqa heç bir sadə olsun. Minnətdaram sizə. Siz odur ki, sənətinizi sevək, sənətinizlə inkişaf edək. Çox gözəl işlər. Yəni günü-gündən maaş artır, günü-gündən tələbat çoxalır. Yəni yaxşı aşbaz üçün hər zaman, hər yanda qapı açıq. Bəli. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Gecəniz xeyir. Sağ olun.